Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Qiyam televiziya izləyiciləri, hər birinizi xoş gördük. Əziz izləyicilər, biz bugün istəyirik ki, insanlar arasında önəmli və əxlaqi xüsusiyyətlərdən olan sir saxlamaq mövzusuna toxunaq. Uca dinimiz İslam dinində sir saxlamaq mühüm bir məsələ olduğu kimi, insanların eyib və nöqsanlarını araşdırmaq, onların günahlarını ifşa etmək və başqa insanlara yaymaq da bəyənilməyən əməllərdəndir. İnsanlar arasında sir saxlamaq, başqalarının sirrinə hörmətlə yanaşmaq tamamilə insan iradəsinin güclü olması ilə bağlı bir məsələdir. Sir saxlamaq güclü iradə sahibi olan insanlara aiddir. İradəsi zəif olan insanlardan sir saxlamaq, gözləmək olmaz. Əxlaqi keyfiyyət olan sir saxlamaq bu cürə bəyan edilmişdir, hədislərdə də gəlmişdir, Quran ayələrində də və Peyğəmbərimizdən də hədislərdə də çox mühüm bir məsələ olduğu bildirilmişdir. Əziz izləyicilər, biz istəyirik ki, bugün sir saxlamaq haqqında bir neçə sualları sizlər üçün cavablandıraq. Bunun üçün də bizim bugün əziz və dəyərli qonağımız ilahiyyatçı Şahnaz Həsənovadır ki, bəzi sualları sizlərin nəzərinə cavablandıracaqdır inşallah. Salam, xoş gəlibsiniz Şahnaz xanım. Salam Səyəz xanım, sizi və Qiyam televiziyasının izləyicilərini salamlayıram. Buyurun, sir saxlamaq haqqında bizlərə və tamaşaçılarımıza məlumat verin və bir neçə suallarımız olacaqdır ki, inşallah onları cavablayın. İnşallah. Sir deyilməyi İslam dinində icazə verilmir. Ki, sən öz sirrini, sənə aid olan, yəni öz həyat yoldaşından, öz ailəndə, məhrəmiyyətində olan bir şeyləri başqalarına deyəsən. Önəmli məsələlərdir ki, bunlar gərək sənin özündə qala. Bəzən olur ki, bizim amma məsləhətə ehtiyacımız olur. Biz keçən çəkilişlərimizdə də qeyd eləmişdik ki, məsləhətləşməklə, yəni dərd danışmaq və ya fərqi var, bəli. Yəni amma məsləhətləşməyin özünün yeri var ki, biz hər hansı bir məsələdə qərar verə bilmirik və bunun üçün də kimdənsə də məsləhət alırıq. Bunun öz yeri var, bu məsləhətləşməkdir. Amma biz öz sirrimizi, bizə aid olan bir şeyləri başqasına deməyimizə ixtiyarımız yoxdur. Şahnaz xanım, bəli. Əli əleyhissalamın bir dənə hədisini buyurum Səyəz xanım. Əli əleyhissalam buyurur ki, heç vaxt bir nəfəri mənim sirrimi dediyinə görə məzəmmət etmərəm. Yəni danlamaram. Niyə? Çünki Əli əleyhissalam deyir ki, mən özümü danlayaram, sirrimi verdiyim üçün. Yəni günah məndədir, səhv məndədir ki, mən sirrimi vermişəm. Mən yəni mənim sirrimi ifşa eləyən, bunu yayan insanı gedib danlamaram ki, mənim sirrimi niyə vermisən? Niyə başqalarına demisən? Burada Əli əleyhissalamın toxunmaq istədiyi ilə məhz bu nöqtədir ki, yəni demək istəmir ki, o kəsə ki, sir verilibdir, biz onu belə deyək ki, tərif eləyək, niyə sən bunu məsələn danlamayaq. Yox, xeyr, onun özünün artıq biz dedik ki, özünün öhdəliyi var idi ki, o kəs ki, sir eşidibdir, onu gərək qorusun, saxlasın. Amma mənim özümün vəzifəm budur ki, mən gərək öz sirrimi əslən heç kəsə deməyəm. Və yenə Əli əleyhissalamın bir başqa hədisi var ki, sir saxlamaq haqda bir şəxs ki, sənin sirrini qoruya bilməyəcək, ona sirrini demə. Əli əleyhissalam istəyir ki, əvvələ biz sirrimizi verməyək. İkinci, fikir verəcəyimiz bu olmalıdır ki, biz baxaq görək kimə sir veririk. Yəni, o insanın ki, əqidəsi, imanı zəifdir, iradəsi güclü deyil, biz gərək əslən o insana sir verməyək. Başqa bir hədisində Əli əleyhissalam yenə buyurur ki, sənin sirrin nə qədər ki, başqalarına deməmsən, sənin sevincindir, sənin xoşbəxtliyindir. Baxın, insan bir günah eləyər, bunu gərək heç kəsə deməsin. Sən tövbə eləyərsən, Allah Teala səni bağışlayar. Amma bunu başqaları bildikdə artıq sənin şəxsiyyətin düşür, artıq sənə yaxşı baxmırlar, artıq bu şeyi başqaları bilir. Və Əli əleyhissalam buyurur ki, nə qədər ki, deməmsən, bu sənin öz sevincindir ki, deməmsən. Yenə Əli əleyhissalam buyurur ki, nə qədər ki, sən sirrini başqasına deməmisən, o sir səninəsirindir. Amma başqasına dedikdən sonra bu sir, sən sirrin əsiri olursan. Bəli, Şahnaz xanım, bu barədə bir neçə sualımız var, onları nəzərinizə çatdıraq, inşallah ki, cavablayasınız. Sir saxlamağın insana nə cürə faydası var, necə faydası var? Baxın, insanın hər hansı bir uğur, nailiyyət ki, əldə eləyir, əgər sən bunu, bu uğurunu, yəni bu sirrini, bu sevincini, hər nə olursa olsun, fərqi yoxdur. Başqasına desən, burada o insanın sənə qarşı həsədi ola bilər. O insanın sənə qarşı düşmənçiliyi yarana bilər. Və buna görə yaxşıdır ki, yəni deməsən,
belə deyək, özündə qalır. Xeyri də, faydası da özündə qalır. Faydası budur ki, biz gərək öz sirrimizi başqasına deməyək. Bunun başqalarında bizə qarşı düşmənçilik yaranmasına, həsəd aparmasına səbəb ola bilər. İkinci faydası budur ki, insanların şəxsiyyətinin qorunub saxlanmasına səbəb olar. Yəni nə qədər ki, sən öz sirrini deməmsən, sənin şəxsiyyətin üstündür başqalarından. Qorunmuş olar o da öz insanlardan. Üçüncü budur ki, sənin başqalarının sirrini saxlamasan, sənin də sirrini saxlamazlar. Yəni bu onu göstərir ki, sən başqasının sirrini saxlayarsan, sənin sirrin də saxlanır. Yəni faydası budur ki, başqasının sirrini saxlayasan, sənin də sirrin saxlanır. Dördüncü budur ki, sir saxlamaqla düşmənçilikdən, yəni düşmənə kömək etməkdən elə bil ki, qorumuş olarsan. Yəni ola bilsin ki, bir sir olar ki, biz onu açarıq, amma bundan düşmənə kömək eləmiş olarıq bu sirlə. Çox sağ olun Şahnaz xanım. Növbəti sualımız budur ki, bəs nə edək ki, biz sir saxlaya bilək? Nə etməliyik? Bizim psixologiyaya aid, yəni insanın virus haqqında olan mövzularımızda qeyd etmişdik ki, əgər iki şeyin arasında qalsaq, biz onun faydalarını və zərərlərini yazırıq. Bəli. Və eləcə də biz indiki saydıq sir saxlamağın faydalarını ki, bizim sevincimizə səbəb olar, bizi düşməndən qoruyar, bizim özümüzün şəxsiyyətimizin qorunmasını xeyir olar. Bəli. Bu qədər ki, faydalar saydıq, yəni bu faydaların yanında sir saxlamağın o qədər zərərləri var ki, və biz ikisini müqayisə etdikdə, yəni xeyri olanı götürürük ki, bizə xeyri saxlamağımız mı daha xeyirlidir, yoxsa başqalarına açıb paylaşmağımız mı? İkincisi budur ki, biz böyük şəxsiyyətlərin, məsumların, alimlərin və ariflərin həyatına da baxdıqda görürük ki, sir saxlamaq kimi bir əxlaqi dəyərlə necə də alimlər, yəni bu əxlaqi dəyərlərlə alimlər o məqama yetişiblər. Baxın, yəni insanın sir saxlamaqla bir alimin dərəcəsi, bir məsumun dərəcəsi nə qədərdirsə də faydası, biz dedik ki, faydalarına baxırıq və biz məsumlarımızın da, eləcə də dedik, alimlərimizin və ariflərimizin həyatına baxdıqda bu ki, nailiyyətlər əldə edirlər, hamısı bu gözəl əxlaqi keyfiyyətlərin nəticəsində. Bəli. Çox sağ olun Şahnaz xanım, Allah razı olsun, Allah elinizə bərəkət versin. Bəli, əziz izləyicilər, Şahnaz xanım çox dəyərli və önəmli məqamlara toxundu. Bizlər üçün sir saxlamağın nə dərəcədə mühüm olduğunu bildirdi. Həzrət Peyğəmbər salavatullah sir saxlamaq haqqında hədisdə bu cürə buyurmuşdur. Başqalarının sirrini araşdıraraq ortaya çıxarmaq, sonra da onları başqalarının yanında ifşa etmək İslam əxlaqından olmayan bir davranışdır. Bəli, əziz izləyicilər, bugün yenə bir verilişimizin daha sonuna gəldik. İnşallah gələn verilişlərdə görüşənədək Allah amanında. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.